Baxın, nə qədər qardaşlar var ki, Əbubəkr məscidi bağlanandan sonra bəlkə də cümədən cüməyə namazda görürsən. Amma vaxtı ilə yəni 5 namazı məsciddə qılan kimsələr idi. Nə oldu? Dünya gəldi, iş qurdular, dükkan açdılar və yaxud da ki, başqa dünyavi şeylərə üst tutdular. Artıq yəni məşğul olduğu şeyə bağlanıb. Artıq o sevdiyi ilə məşğul olur. Sevdiyi şey də nədir? Onun dünyası. İnnel hamdəlillah nəhməduhu və nəstə'inuhu və nəstəğfiruh və na'udzu billahi min şururi anfusina və min seyyiati a'malina men yehdihillahu fela mudille leh və men yudlil fela hadiye leh və əşhədu an la ilaha illallah vahdehu la şərikə leh və əşhədu enne Muhammedən abduhu və rasuluh. Əmmə ba'd. Deməli, Allah Subhanahu taala Quran-ı Kərimdə və Peyğəmbər sallallahu əleyhi və səlləm öz səhih sünnəsində dünya haqqında, dünya həyatı haqqında bizə xəbər verirlər. Yəni həm ayələrə və həmçinindəki hədislərə baxdığımız zaman yəni görərik ki, Allah Taala və Peyğəmbər sallallahu əleyhi və səlləm daima dünya həyatını qınayıblar, məzəmmətləyiblər. Və əlbəttə dünya ötəri, müvəqqəti olan bir diyardır, müvəqqəti olan bir həyatdır. Yəni mömin kimsə dünyaya bağlı olmalı deyil. Və Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurur ki: "Əd-dunya cənnətul kafiri və sicnul mu'min." Deyir ki, dünya kafirin cənnəti, müminin isə zindanıdır. Vəl-əxirətu cənnətul mu'mini və sicnul kafir. Və axirət isə müminin cənnəti və kafirin isə zindanı olacaq. Yəni mömin kimsə dünya həyatına, dünyanın bərbəzəyinə bağlı olmalı deyil. Dünya ilə rahat olması, sevinməsi yəni çox təhlükəlidir. Və Allah Taala Quran-ı Kərimdə buyurur ki, Hədid surəsində: "Ə'lemu ennəməl hayatud-dunya la'ibun və ləhvun və zinətun və təfəxurun beynəkum və təkəthurun fil əmvali vəl əvlad." Əl-əyə. Allah Taala buyurur ki, bilin ki, dünya həyatı oyun, əyləncə, bərbəzək, aranızda öyünmək, var dövləti və oğul uşağı çoxaltmaqdan ibarətdir. Yəni Allah Taala öz yaratdığı dünya barəsində bizə xəbər verir. Yəni insan əgər bir şey düzəldirsə, bir şey istehsal edirsə, deyək bir insandır, stəkan istehsal edir, fabrikdir, şirkətdir. Gelirsən ondan o düzəltdiyi məhsul barədə soruşursan, düzəltdiyi əşya barədə soruşursan. Nətərdir, necədir, keyfiyyəti nətərdir, dözümlüdürmü? Və Allah Taala da özünün yaratdığı dünya barəsində xəbər verir. Və Allah Taala dünyanı qınayaraq buyurur ki, dünya həyatı oyun, əyləncə, bərbəzək, aranızda öyünmək, bir-birinizə qarşı fəxirlənmək, var dövləti və oğul uşağı çoxaltmaqdan ibarətdir. Yəni sadəcə budur. Və İbn Qayyim rahimehullahın dünya barəsində çox gözəl bir sözü var. Və İbn Qayyim rahimehullah buyurur ki, deməli bu İbn Qayyim rahimehullahın kitablarından çıxan faydalardadır. El-Fəvaid kitabında: "Hubbud-dunya ra'sul xataya və mufsidun lid-din. İnnəmə kənə kəzəlikə li-vucuh." İbn Qayyim rahimehullah buyurur ki, dünyanı sevmək xətaların başıdır, günahların başıdır və dini pozandır. Dünyanı sevmək nədir? Xətaların başıdır və dini, insanın dinini pozandır. Və bu da ki, bəzi səbəbləri var ki, hansı ki insan dünyanı sevməklə, dünyaya bağlanmaqla ona üz tutan bəlalara görə bəzi səbəblər var. Və səbəblərdən ilk öncə İbn Qayyim rahimehullah buyurur ki, "Ennə hubbəhə yəqtadi ta'ziməhə və hiyə haqiratun indəllah." Deyir ki, dünyanı sevmək nəyi gərəkdirir? Dünyanı təzim etməyi. Və dünya da Allah qatında nədir? Dəyərsizdir. Yəni bax,
bir tərəfdən insanın dünyanı sevməsi və dünyanı sevdisə ardınca nə gəlir? Onu təzim edəcək. Və dünya da Allah qatında nədir? Dəyərsizdir. Dəyərsizdir. وَمِنْ أَكْبَرِ ذُنُوبِ تَعْظِيمُ مَا حَقَرَ Allah. Və deyir ki, ən böyük günahlardandır ki, Allahın dəyərsiz gördüyü şeyi təzim etmək. Ən böyük günahlardandır ki, Allahın dəyərsiz gördüyü şeyi təzim etmək. وَمِنْ أَكْبَرِ ذُنُوبِ تَعْظِيمِ مَا حَقَرَ Allah. Yəni, insan dünyaya sevgi ilə ardınca nə gəlir? Ona qarşı təzim yaranır. Uca tutur, üstün görür. Və bu da ki, Allah qatında dəyərsiz olan bir şeydir və insan da Allah qatında dəyərsiz olan bir şeyi təzim etməklə böyük günaha sahib olur. Və ikinci səbəblərindən dünyanı sevməkdən yaranan bəlalardan, problemlərindən Ənəllaha lə'ənəhə və məqətəhə və əbğədəhə illə mə kənə ləhu fiyhə. Allah Teala dünyaya lənət edib. Allah Teala dünyaya qəzəblənib. Yalnız Allah üçün olan şeylərdən başqa. Dünyada Allah üçün olan şeylərdən başqa hər bir şey lənət olunub. Və Peyğəmbər sallallahu əleyhi və səlləm, yəni bu hədisə dəlalət eləyir, İbn Qayyim rahimehullahın sözü. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, dünya və içində olanlar hamısı lənətlənib. Yalnız Allahın zikrindən başqa. Yalnız Allahın zikrindən başqa. وَمَنْ أَحَبَّ مَا لَعَنَهُ اللّٰهُ وَمَقَتَهُ وَأَبْغَضَهُ فَقَدْ تَعَرَّضَ لِلْفِتْنَةِ وَمَقْتِهِ وَغَضَبِهِ. Və əgər bir kimsə Allahın lənət etdiyi, Allahın qəzəb etdiyi şeyi sevərsə, artıq deyir ki, özünü Allahın qəzəbinə və Allahın əzabına düçar etmiş olur. Üçüncü, Ənəhu izə əhəbbəhə sayyarəhə qayətəhu və təvəssələ iləyhə bil-ə'məli ləti cəaləhə Allahu vəsailən iləyhi və iləd-dəril əxirə. Yəni, bir kimsə əgər dünyanı sevərsə, onun qayəsi o olar. Yəni, qayəsi, hədəfi, onun məqsədi o olar. Nə olar? Dünya olar. Yadda saxlayın bunları. Heç olmasa, bir neçə dəqiqəlik də olsa yadımızda qalsın ki, dünyanın bizə nə qədər zərəri var. İnsan dünyanı sevərsə nə olur? Sonuncu, onun qayəsi, hədəfi, məqsədi dünya olar. Qayəsi, hədəfi, məqsədi dünya olar və ona çatmaq üçün çalışar. Nə ilə çalışar? Allah Teala axirət diyarına onu aparacaq əməlləri dünyaya sərf edər. Allah Teala o əməlləri ona qoyub ki, o əməllərlə insan axirəti qazansın. İnsan nə edir? O əməllərlə dünyaya çatmağa səy göstərər, çalışar. Fəakəsəl əmra və qalləbəl hikmətə. Artıq deyir ki, bu kimsə yerlərini dəyişdi. Yəni Allah Teala axirəti qazanmaq üçün sənə qoyduğu şeyi sən dünyanı qazanmaq üçün elədin. Və Allah Teala'nın hikmətini dəyişdirdin. Allah Teala'nın hikmətini dəyişdirdin və beləliklə nə baş verir? Fəntəkəsə qalbuhu və n'əkəsə seyruhu ilə vara. Artıq deyir ki, bu kimsənin qəlbi çönür və geriyə doğru gedir. Yəni, hər bir işi çətinləşir. Üz tutduğu hər bir qapı bağlı olur. Çünki Allah Teala'nın hikmətini dəyişir. Allah Teala'nın hikməti nədir? Sənə bu vəsilələri, bu səbəbləri qoyub ki, sən bununla axirət diyarını qazanasan. Sən nə edirsən? Sən bununla dünyanı qazanmağa çalışırsan. Dördüncüsü, ənnə məhəbbətəhə tə'təridu beynəl-abdi və beynə fi'li mə yəudu aleyhi nəf'uhu fil-əxirəti li-iştiğalihi anhu bi-məhbubihi. Yəni, insanın dünyaya olan sevgisi özü ilə onu axirətə aparacaq faydalı işlər arasına girir. Dünyaya olan sevgi, dünyaya olan bağlılıq qulla onu axirət diyarına aparacaq, ona fayda verəcək, axirətdə fayda verəcək əməllər arasına girir.
Nəyə görə? Çünki artıq sevdiyi şeylə məşğuldur. Nədir sevdiyi şey? Dünya. Baxın, nə qədər qardaşlar var ki, Əbubəkir məscidi bağlanandan sonra bəlkə də cümədən cüməyə namazda görürsən. Amma vaxtı ilə yəni 5 namazı məsciddə qılan kimsələr idi. Nə oldu? Dünya gəldi, iş qurdular, dükan açdılar və yaxud da ki, başqa dünyavi şeylərə üz tutdular. Artıq yəni məşğul olduğu şeyə bağlanıb. Artıq o sevdiyi ilə məşğul olur. Sevdiyi şey də nədir? Onun dünyası. Və 5-ci, ənnə məhəbbətəhə təcəaluhə əksara həmmil əbd. Yəni, qulun dünyaya olan sevgisi onun, yəni qulun kədərini, üzüntüsünü daha da artırır. Daha da artırır. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə nə buyurur? Kim Allahdan axirəti istəyərsə, Allah Taala ona axirəti verər. Və kim Allahdan dünyanı istəyərsə, Allah Taala ona dünyanı verər. Və kim Allahdan axirəti istəyərsə, Allah Taala ona axirəti verər və dünya da ona istəmədiyi halda gələr. Kim Allahdan dünyanı istəyərsə, Allah Taala ona dünyanı verər. Və kim Allahdan axirəti istəyərsə, Allah Taala ona axirəti verər və dünya da heç istəmədiyi halda ona gələr. Və 6-cı, ənnə muhibbəhə əşəddən nəsi əzəbən bihə. Dünyaya bağlı olan kimsələr, dünyanı çox sevən kimsələr, dünya ilə ən çox əzəb olunan kimsələrdir. Allah Taala onları dünya ilə də imtihan eləyir. Malla, mülklə imtihan olunurlar, əzab olunurlar. Yəni görürsən ki, artıq insan malı mülkü əlindən çıxdıqda, ziyana uğradıqda artıq yəni buna görə əzab çəkir və bəlaya düçar olur. Və 7-cisi ənnə aşiqaha və muhibbəhə əlləzi yuəssiruhə aləl-əxirəti min əsfəhil xalqi və əqallihim aqlən. İbn-i Qeym Rahiməllah buyurur ki, 7-ci, yəni dünyaya bağlı olmağın səbəbləri və yaxud da ki, zərərlərindən dünyaya aşiq olan kimsə və dünyanı sevən kimsə o cür sevgi ilə ki, artıq onun axirətinə xələl gətirir, təsir edir. Yəni, onu axirətindən alıqoyur. Bu kimsə deyir ki, insanların ən səfəhidir və əqli ən az olan kimsədir. Yəni, insanın ağıl problemi var. Nəyə görə? Ağıl salamat olsa, insan heç vaxt dünyanı axirətdən üstün tutmaz. O cür üstün tutur, o cür bağlı olur, o cür sevir ki, hətta onun axirətinə təsir eləyir. Artıq nədir? Artıq bu kimsədir ki, insanların ən səfəhidir və ağlı naqis olan kimsədir. Nə üçün? İz əsəral xəyələ aləl həqiqə. Çünki xəyal olan bir şeyi həqiqətdən üstün tutur. Xəyal olan nədir? Xəyal olan nədir? Dünya. Həqiqət olan nədir? Axirət. Yəni, insan xəyal olan bir şeyi, xəyaldır, bu müvəqqəti bir şeydir, bunu axirətdən üstün tutur. Buna görə, bunun üçün. وَالْمَنَامَ عَلَى الْيَقْظَةِ Və yuxunu sanki oyaqlıqdan üstün tutur. Yəni, bu yuxudur. Dünya həyatım, yəni keçici bir yuxudur, onu ayıqlıqdan üstün tutur. وَالظِّلَّ الزَّائِلَ عَلَى النَّعِيمِ الدَّائِمِ Və keçici olan kölgəni daimi olan nemətdən üstün tutur. Keçici olan müvəqqəti kölgə nədir? Dünya. Yəni, bu kölgələnə bilərsən. Yəni, dünyada müəyyən şeylərdən ləzzət ala bilərsən. Amma bu nədir? Müvəqqətidir, keçicidir. Və insan bunu yəni daimi olan nimət axirətdən üstün tutduğuna görə insanların ən səfehi və ağlı naqis olan kimsə sayılır. وَالدَّارَ الْفَانِيَةَ عَلَى الدَّارِ الْبَاقِيَةِ Və həmçinin bu cür insan, yəni fani olan
dünyanı qalıcı olan, əbədi olan cənnətdən üstün tutur. Əbədi olan cənnətdən üstün tutur. Buna görə də insan, yəni səfeh kimsələrdən və ya ağlı naqis olan kimsələrdən sayılır. Və insanın, yəni müminin dünya həyatına bağlı olması, yalnız dünya həyatı ilə rahat olması bu dinimizdə məzəmmət olunan şeylərdəndir. Allah Subhanahu taala bizlərə dinimizlə, Allah Subhanahu taala bizlərə dünyamızla dinimizi qazanmağı bizə müvəffəq eləsin. Allah taala bizləri bu müvəqqəti möhlət diyarında Allahın razı qaldığı kimi əməl edən qullarından eləsin. Allah Subhanahu taala bizlərə iman və sünnə üzərində dünyadan köçməyə müvəffəq eləsin. Subhaneke Allahumma və bihamdik, əşhədu en la ilahe illa ent, əstəğfiruka və ətubu ileyk.